Çox sənətçi, məsələn, prodüser, müğənni münasibətləri vardır və yaxud da sənətçilər münasibətləri vardır ki, o ərəfələrdə coşurlar, bir-birlərinə söz buraxmırlar dediyini, amma 6 ay, 1 il keçəndən sonra heç bir şey olmamış kimi, olmaz ki, səbirli olasan, səbirkəsən, biraz coşmayasan, o ərəfədə biraz zamana bıraxasan. Çünki sən anında elə bir söz deyə bilərsən ki, həmin qarşı tərəfin sən xətrinə deyə bilərsən. Məsələn, mənim həyatımda, məsələn, ektimo deyilən bir səhiyyədə bir termin vardır ki, kəsib atmaq. Etkimo deyirlər ona, kəsib atmaq. Məsələn, mənim həyatımda elə bir şey vardır. Məsələn, mən kəsib atıram qızlar. Məsələn, bir nəfərlə, biri ilə yoldaşlıq edeyim, dostluq edeyim, bir zaman keçdikcə sonra hamın insanın mənə qarşı hörmətsizliyini və ya Allah qorusun, hər hansı bir mənə qarşı satqınlığını görüb, mən anında etkimo eləyirəm, mən kesirəm və atıram bunu. Və sonra mən təkrar o insanla zaman gələcək. Kəsib atdığın insanlar çox olub, yoxsa? Yox, sayılı 2-3 nəfər olub, yəni bugünə kimi. Yəni yaradıcılığında. Amma olub. Amma olub. İndinin özündə də var. Məsələn, indinin özündə də var ki, mən bu yaxınlarda bir, hətta sənətçi deyim o insanı, götürdüm, kestim, attım. Mən belə insan tanımıram. Və zamanla gələcək, o dəfədə sənətçi dostuma deyirəm ki, məsələn ki, bax, mən bunu deyirəm sənə, biləsən və bunu burada da yazıram. Zaman gələcək, sən insanla mənə bərabər görməyəcəksən. Hər hansı bir məclisdə, salamlaşarıq. Məsələn, amma bugün bu sözləri deyim, o insan üçün, sabah bir gündə ondan üzr istəyim, sabah bir gündə insanlar baxırlar, xalq baxır. Sən necə bu kəlmələri bu insan üçün deyirsən və 3 gün, 5 gündən sonra deyirsən ki, aman bayramdır, barışaq, aman filan şeydir, gəl, bir araya gələk, aman dediyim sözlərə görə peşmanam filan peşmək. Sən bu sözlər deyəndə sənin ağlın haradaydı, bala? Düzdür. Sən bu sözlər deyəndə. Və yaxud da ki, o insan bu qədər mi sənə satdı, bu qədər mi sənə xoş olmadı və yaxud da sən o insanı sevmədin ki, bu kəlmələri istifadə etdin, nalayıq sözlər dedin. Sonra, yəni, demək ki, insanın içi budur. Zaman kes götür, at bu insanı tanımırsan. Aman 5 günlük dünyadır, aman o dünyada görüşərik, aman olmaz, amanla. Yox, mən belə insan tanımıram. 5 parmağım, 5'i de değil. Demek ki bu insanlar, ona göre mesela məndən sizə də bir dost kimi, bir qardaş kimi, mesela gördüğünüz o tip insanları, mesela tanımıram, görmürəm. Eşitmək istəmirəm, izləmirəm də o insanları. Uzaq olsun mənə. Xatası balası məndən uzaq olsun, başqa onun heç bir yaxşılığı falan da lazım deyil. Aman, özünə deyilsin xeyri. Ona görə də məsələn, mən kesib götürüb tullayıb atıram. Və o gün sənətçi dostumun da birine deyirəm ki, məsələn, zaman gələcək, sən insanla məni bərabər görməyəcəksən. Yəni, başqaları kimi, aman efirdən deyim ki, mən filan kesin xətrinə deydim, sən onu məni bağışlasın və yaxud da ki, sən bu sözləri deyəndə düşünmürdün. Və yaxud da ki, o insan sənə bu pislikləri eləyəndə hara baxırdı, niyə eləyirdi? Demək ki, sevmir səni, demək ki, sənə hörmət eləmir. Aman yox, olmaz falan veşməkən biz bu aləmdə göz-gözə gəldik, kulisdə görüşürük. Kulisdə görüşürsən, bu tərəfdən girəndə sən bu tərəfdən çıxarsan. Görməzsən adamı. Məsələn də, yəni istəyirəm ki. Tam razıyıq bununla. Amma Rəhim, yeni iş demişkən və uzun müddət efirlərdə olmamağının səbəbini istəyərdik açıqlayasın. Çünki bunda hər birimizə maraqlıdır. Qızlar, mən isə heç uzun-uzun danışmayayım ki, aman burada yox idim falan veşməkən. Yəni, boş-boş efirə çıxıb, 3 aydan bir sizin proqramımıza gəlib və eyni repertuarı oxuyub və eyni sözləri deməyib və eyni atalar misallarını çəkməyib və eyni... Vallahi da, qızlar, yəni ki, mənim üçün, mənim həyat tərsimdə elə bir şey yoxdur. Elə bir şey yoxdur. Məsələn, sizə uğurlar arzulayıram. Məsələn, indi bu saat az önce klipinizi səhv etmirəmsə getdi. Mən keçən dəfədə gələndə sizin Dubayda çəkilmiş bir klipinizi izlədim. Bəli. Yəni bir ay... Söz verdiniz o maşında mənə gezdirdiyi amma gezdirməyim. Yəni... Həciyə sordan alaram borc. Yəni qızlar, yəni niyə? Çünki yeni bir şeyler, insanlar yeni bir şeyler. Çünkü her şey bir göz kırpımında gelir. Açırsan ki seherdir, ayrılırsan ki akşamdır. Görürsen ki falan hadise baş verdi falan. Yani çattırmak lazımdı. Ben nereden Türkiye show business'in mesela ulduzlarına fikir veririm. Görürüm ki aman bunların programlarına bak. Ayın 27'si mesela Berlin'de, 29'u İsveç'te, 30'u falan Antalya'da, 31'i Bodrum'da. Niye bizde yoktu bu? Biz birincisi kızlar, bununla birincisi razılaşmak lazımdır. Birincisi 7 milyonla 70-80 milyon eyni değil. Bakın. Tek İstanbul 21 milyon nüfusu vardır. 20 milyon nüfusu vardır. Tek İstanbul'un. Yani düşünün ki 3 Azerbaycan boyunda ahali bir şehirde toplanıp yalnız ve yalnız bir şehirde toplanıp. Yani düşünün ki Reisleri salamlayıram buradan. Sabah xeyir olsun. Sabah xeyir.